Mən doktor Müseyib Əhmədov, Mərkəzi Gömrük Hospitalının ortoped travmatoloqu. Sizə bir xəstəmiz haqqında bilgi verəcəm. Xəstəmiz Vəsma Əhmədova 94 yaşında. 3 gün öncə evdə yıxılıb və sol but çanaq oynağının travmasını almışdı. Xəstəmizdə aparılan müayinələrdən sonra sol but sümüyünün boynunun subkapital sınığı aşkar edilmişdi. Adətən bu sınıqlar yaşa bağlı və sümük zəifləməsi, yəni osteoporoza bağlı olaraq yaranır və yaş faktorunu nəzərə alaraq xəstəmizdə əməliyyat riski dəyərləndirildi və 2 gün öncə xəstəmizdə sağ but çanaq oynağının bipolyar endoparazitləşdirilməsi əməliyyatı aparıldı. Əməliyyatımız uğurla sonlandırıldı. Əməliyyat sonraki devir keçirdiyi əməliyyata uyğun olmuşdur. Yanaşı olaraq xəstəmizdə nevroloji statusunda müəyyən dəyişikliklər var. Nevropatoloqun müayinə və müalicəsi də aparılır. Hazırda müsbət dinamikamız var. Yaxın günlərdə xəstəmiz aktivləşdiriləcək. Durumu qənaətbəxşdir, stabildir. Mənim 94 yaşlı anam Əhmədova Vəsmə evdə hərəkət edən zaman yıxılmışdır və bununla da onun hərəkətində məhdudiyyət yaranmış. Biz Gömrük xəstəxanasına müraciət elədik və sağ olsunlar tez bir zamanda ambulansla onu xəstəxanaya çatdırdılar və hörmətli həkimimiz Müseyib Əhmədov çox yüksək peşəkarlıqla onun əməliyyatını həyata keçirmişdir. Mən bütün Gömrük xəstəxanasının əməkdaşlarına başda Bəxtiyar Musayev olmaqla öz dərin təşəkkürü və minnətdarlığımı bildirirəm ailəmiz adına.